یا علی ابن موسی الرضا المرتضی السلام علیک یا قریب القربا. Allah'a şükürler olsun ki yine lütfetti ilahi mehriban Allah müqəddəs Qum şəhərindən xanım Həzrəti Məsumə əleyhəssalamın mübarək hərəmindən salamlar gətirək müqəddəs Məşhəd şəhərinə, İmam Rıza əleyhissalamın məhzərinə. Allahın bir daha lütfu oldu ki, bu gecədə sizlərin qulluğunuzda olduğu müqəddəs Məşhəd şəhərinin inqilab səhninin banından, hərəmdən sizləri salamlayırıq. Sizlər üçün təvəssül edirik. Sizlər üçün buradayıq. Nəinki biz, bütün aşiqlər buradadır. Müqəddəs Məşhəd şəhərində bu əziz gecədə aşiqlərin qəlblərinin çırpıntısını, döyüntüsünü rahat eşitmək olar. Milyonlarla insanın qəlbi İmam Rıza əleyhissalam üçün çırpır. Eşq ilə çırpır, sevgi dolu çırpır. Burada axan o göz yaşların, sevgi dolu axan göz yaşların insan şahidi olur. Və bu göz yaşlarıdır ki, bu mübarək yerdə, bu mübarək hərəmdə mələklər üçün bir məhzər hazırlayıb ki, mələklər bu məhzərə nazil olsunlar. Mələklərin nazil olmasını insan əgər bəsirət gözünü açarsa görər. Çünki İmam Rıza əleyhissalam üçün mələklər nazil olur. İmam Rıza əleyhissalamın hörmətinə bu gecə müqəddəs Məşhədində nazil olan mələkləri belə müşahidə etmək olar. Çox gözəl bir gecədəyik və çox gözəl bir bayram axşamından sizi salamlayırıq. Sizlər üçün duacıyıq, sizlər üçün buradayıq. İnşallah ümidvaram İmam Rıza əleyhissalam, ağamız, mövlamız, sahibimiz, bu gecənin sahibi bizi qəbul etsin. Özü çağırdı, özü dəvət etdi, gəldik. İnşallah bizi qəbul edər və biz də burada sizlər üçün təvəssül edirik. Canlı olaraq sizlər üçün vasitə olmuşuq, dualarınızı edin. İmam Rıza əleyhissalam sizlərin duanızı eşidir, salamınızı eşidir. Bura aşiqlərin məkanıdır. Lazım deyil bu məkanda elə mütləq olasan. Sənin əgər qəlbin buradadırsa, ürəyin buradadırsa, könlün İmam Rıza əleyhissalam üçün çırpırsa, sən elə Məşhədisən, sən elə buralısan. Çalış qəlbinlə İmam Rıza əleyhissalama qoşul, çalış ürəyini tapşır bu gecənin sahibinə. İmam Rıza əleyhissalam ağamız, mövlamız, bizim ülgümüz, nümunəmizdir. İmam Rıza əleyhissalam bizim imamımızdır, məsumumuzdur. Hər bir ünvanında söhbət açmaq olar. İmamın imamətindən danışsaq, imamın hüccətiyyətindən, imamın dəlil olmasından, imamın bəşər üçün dəlil olaraq göndərilməsindən danışsaq, çox söhbət etmək olar. İmam Rıza əleyhissalamın Rıza ləqəbindən, Rıza adından danışsaq, Allah ondan razıdır, o Allahından razıdır. İmam Rıza əleyhissalam sevgi dolu, məhəbbət dolu insanlara qarşı rəftar etdi və Allah ondan razı oldu, o Allahından razı oldu. Ali Muhammedin məhzərindəyik. Ali Muhammedin alim ləqəbini aldı. İmam Rıza əleyhissalam elm mənbəyidir. İmam Rıza əleyhissalam şəfqət, məhəbbət, sevgi mənbəyidir. Çalışaq bu ləhzələrdə, bu anlarda yalnız təvəssül edək, yalnız istəyək. Bu ləhzələrdə çox söhbət etmək olar, çox danışmaq olar. Amma çünki biz bir rabitə yaradırıq özümüzlə, İmam Rıza əleyhissalama sizin aranızda. Burada ancaq sevgidən danışmaq lazımdır. Aşiq, məşuqun rabitəsindən danışmaq lazımdır. İmam Rıza əleyhissalamı Allah Taala bu məkana bir nemət olaraq bəxş etmişdir ki, o vəbtəğu iləyhil vəsilə ayəsindən uzaq düşməyək. Allahın yanına vəsilə ilə getdiyimiz zaman biz İmam Rızamızla gedək, ağamızla gedək ki, hər duası qəbuldur, hər istək ilahi dərgahında qəbul olunur. Çünki həqiqi mənada ömrü boyu Allahına bəndəlik etdi və bu məqama nail oldu.
Dünyanın bütün yerlərindən bu gün gəliblər. Dünyanın hər bir yerindən, Azərbaycandan, Asiyanın müxtəlif ölkələrindən, Avropadan, bütün qitələrdən görmək olar. İranın müxtəlif şəhərlərindən aşiqlər dolub və İmam Rıza əleyhissalamla pıçıldaşırlar, sözlərini deyirlər, istəklərini istəyirlər, dualarını edirlər. Və biz də gəldik ki, burada sizlər üçün dua edək. Namaz qıldıq, sizlər tərəfindən burada niyabət niyyəti ilə namaz qıldıq. Savabı hər birinizə gəlsin inşallah. Sizlər üçün dua edirik və İmam Rıza əleyhissalamdan istəyirik ki, hər bir duanız ki, sizin məsləhətinizdədir, xeyrinizdədir, faydanızdadır. Allah Teala İmam Rıza əleyhissalamın hörmətinə, bu ağanın hörmətinə, bu gecənin sahibinin hörmətinə qəbul etsin inşallah. İmam Rıza əleyhissalamdan heç bir zaman bizləri uzaq salmasın. Bu məkandan, bu müqəddəs torpaqlardan, İmam Rıza əleyhissalamın yolundan ən önəmli məsələ budur. Harda oluruqsa olaq, imamət yolunda olaq. İmam Rıza əleyhissalamın yolunda olaq, eşqin yolunda olaq. İnşallah ümidvaram bu fürsətlər ki, bizə bu gecələr, bu zamanlar, bu müddətdə veriləcək, hər fürsətdən istifadə edək, vasitəçilik edək, sizlər üçün burada